Sen Türksün, Türk olarak yaşamalısın, Türk olmalısın. Tarihini hatırladığın gün cihan senin. Səfəvi Osmanlı müharibəsinin birinci mərhələsində baş vermiş ilk döyüş. Neçəncidə baş vermişdi? Kim qalib gəlmişdi? Burada mənim Osmanlılar. Fidan, Osmanlıların qalib gəlməsi səbəbləri. Ordu silahının onlarda üstünlüğün onlarda olması. Bir de koşunlar. Hə. Güvələr nisbətində Nisbətən mənim bu işimdə Osmanlılarla. Osmanlıların səbəbləri nisbətən daha çox idi. Deməli, dedik ki, səbəblər nə idi? Osmanlıların qalib gəlməsinin Osmanlılar mənim həmin qüvvət baxımından mənim səbəblərdən daha çox olması idi. Ordu silahının ay sağ. Bəs müharibə ərəfəsində səfəvlərin də tədbirləri var idi də. Səbəblərin gördüyü tədbirlər onlar idi ki, mənim babası Uzun Həsənin diplomatik siyasətini yerilərək mənim Avropa dövlətləri ilə diplomatik əlaqə edirdi və burada Hind okeanında mənim ağalıq edən Portuqallarla müqavilə bağladı və belə ki... Tanışlar apardı. Hətta Portuqallar bundan istifadə edib hörmüz tutdular və səbəblərin hansı okean çıxışı bağlandı? Ay sağ ol. Yalnız Abbas neçənci il azad edəcək? 1622-ci ildə, 22-də. Keçməmişik inşallah. Gələndə onu, gələn dərslərdə keçəcək Allahın izni ilə. Yaxşı. Deməli, Çaldıran döyüşündə məğlub olan o yəni Səfəvilər hara qədər ərazini itirdilər? Mosula qədər. Yəni Cənub-Şərqi Anadolunun Mosula qədər ərazini. Bəs Ərəb İraqı nə vaxt itirmişdilər? Ərəb İraqını mən... Süleyman neçənci yürüşündə? Neçə dəfə yürüş edib? 4 dəfə. Fidan sayılların? 1534, 1535, 1538, 1554. Turgut, Səfəvi Osmanlı müharibəsi birinci mərhələsi hansı müqavilədən bitmişdi? Amasya sülhü. Şərtləri? Şərtləri mənim Qərbi Gürcüstan və Gürcüstandan sonra Mosul hakimiyyəti. Keç bura. Ərəb İraqı Osmanlılara qaldı. Digər şərqi əraziləri isə Azərbaycanın, yəni Səfəvlərin altında oldu. Bəli. Yaxşı da görüm. Səfəvlər ilk olaraq hansı döyüşdə Osmanlılara qalib gəliblər? İlk olaraq hansı döyüşdə mənim deməli... Hə. Molla Birinci mərhələdən danışıram. Birinci mərhələdə mənim Sultan Ağac neçəncidə baş vermişdi? Ay sağ. Bəs birinci mərhələdə Osmanlıların sonuncu məğlub olduğu döyüş hansı idi? Neçəncidə baş vermişdi? Ay sağ ol. Düzdür. Bağlanmış müqavilə şərtlərindən. Bəli, bəli. 1555-ci ildə deməli Amasya sülhünün müqaviləsinin nəticəsində Şərqi Gürcüstan Osmanlılara... Şərqi yox. Ərəb İraqı. Ərəb İraqı Osmanlılara verildi. Qalan bütün Azərbaycan ərazisi isə Səfəvlərdən. Yaxşı, bu müqavilə təmasüb üçün uğurludur yoxsa uğursuz? Niyə? Osmanlıların qüdrətli dövründə gəldi. Ay sağ ol. Azərbaycan torpağının qorunub saxlanması təmasüb üçün böyük uğur hesab olunurdu.